Bizdə əmlak alanda çox vaxt belə düşünürlər. Sənədlər qaydasındadır, deməli problem yoxdur. Amma praktikada görürəm ki, ən böyük risklər hər şey qaydasındadır deyilən yerdə başlayır. Əmlak alqı-satqısında elə hüquqi tələlər olur ki, insan bunu məhkəməyə getdiyi zaman anlayır. Bir imza, bir dəqiqləşdirilməmiş məlumat, bir yoxlanılmamış sənəd sonradan uzun illər davam edən hüquqi problemə çevrilir. Bəzi əmlak növləri var ki, elə özləri başdan-başa problemli və risklidir. Ya mülkiyyət hüququ tam oturmur, ya əvvəlki sahibinin borcu çıxır, ya da üçüncü şəxslərin iddiası olur. İnsan pulunu verir, amma əminlik hissi olmur. Bu isə ən təhlükəli vəziyyətdir. Girov, ipoteka, mülkiyyət mübahisələri məsələsində isə insanlar çox vaxt gec reaksiya verirlər. Yəni problem böyüdükdən sonra gəlirlər. Halbuki bu məsələlər vaxtında düzgün qurulsa, sonradan nə stres olar, nə də maddi itkilər. Tikinti və padrat işlərində də eyni hal müşahidə olunur. Kağız üzərində hər şey gözəl görünür, amma müqavilə düzgün qurulmayıbsa, gecikmələr, keyfiyyətsiz işlər və məsuliyyətsizliklər başlayır. Və sonda məsələ hüquqi davaya çevrilir. Mənim yanaşmam isə belədir. Əmlak sadəcə daş divar demək deyil. Bu, sizin illər boyu qazandığınız dəyərdir. Onu qorumaq isə təsadüfə buraxılası bir məsələ deyil. Aktivlərin hüquqi təhlükəsizliyi dedikdə, mən insanların rahat olmasını nəzərdə tuturam. Aldığınız əmlak, topladığınız sərvət, qoyduğunuz investisiya hüquqi olaraq möhkəm olur. Elə ona görə də əmlak hüququnu bilmək çox önəmlidir.